Bax, axırıncı bir sual. Hansı dövlət qurumundan gələn qanunu axırıncı dəfə əleyhinə səs vermisiniz? Parlamentdən keçməyib o qanun layihəsi. Bir dənə mən qanun layihəsi deyin ki, İqtisadi İnkişaf Nazirindən gəlib, İdman Turizm Nazirindən gəlib, bir qanun deyin ki, bax bu keçmir. Elə qanunlar olub ki, parlamentə gəlib, ümumiyyətlə parlament gəlib, baxılıb, komitələr deyilib, sonradan yenə düzəltib. Heç bir qanun yoxdur ki, var rəsmi səhifələrində ki, sessiyada artıq səs keçmədi, onda yox. Elə bir şey yoxdur. Necə ola bilər bu? Çünki müzakirə olunur, normalın sonuna qanunlardır. Hamısı təsdiq olunur. Bəli, əlbəttə ki. Qəşəngdir. Bəli. Bunda nədir, nəyi müzakirə edirsiniz orada? Nə? Hər şey müzakirə edilir. Buyurun, baxın iclaslarımıza. İşıqlandırılır bizim iclaslarımıza. Əleyhinə səs verilmirsə, qanun geri qaytarılmırsa, əleyhinə səs verilənlər var, niyə verilmir? Yox, qanun keçir, hamısı keçir. Səs çoxluğu Yenə Partiyasındadırsa, biz edirsiniz, onu mu demək istəyirsiniz? Əlbəttə düzəlişlər olunur. Deyir, korrektələr, düzəlişlər ediləndən sonra. Düzəliş çıxarılan qanun, düzəliş nə qədər Sən bir dənə kənd ad deyəcəm, onu tanıyırsınız, deyəcəksiniz yox. Siz yox bilirsiniz, o kənd yoxdur orada. Siz bilmirsiniz deyə. Siz bir şeylər bilmirsiniz, amma parlamentin rəsmi səhifəsinə baxın. Tural bəy, orada bir dənə qanun yox, mən hər şey deyirəm. Və ya da mən sual verim. Qanunlar gəlir, eləməz. Parlamentin özünün təşəbbüsündən neçə qanun layihəsi keçib, prezident administrasiyadan gələn neçə qanun layihəsi keçib sizdə? Onun statistikası məndə yoxdur. 80-in 20-yə mən sizə demək 20 də yox. Məndə var. Baxın da, amma əsasən də profil nazirliklərdən icra mərkəzi orqanlarından bizdən də verilir. Niyə? Əlbəttə. Siz millət vəkilləri olaraq ayda 2 dəfə görüşürsünüz və mən bilirəm ki, çox ağrılı prosesdir. Yəni mən özüm də insanlarla ünsiyyətdə oluram. Siz bir dairə üzrə görürsünüz. Mən 125 dairə partiya sədriyəm də, mənim dairə seçimim yoxdur. Yəni baxın, siz bəlkə də parlament... Amma söhbətiniz yoxdur da, oradan alıb gəlib burada elə yox, biz ona görə gəlirik burada əsəbimizi sizə çıxırıq. Həyatda ən asan şey tənqid eləməkdir, danışın. Yerimizi dəyişək. Ən asan şey odur, işləmək çətindir. Yox, yerimizi dəyişək. Siz tənqid eləyin, mən keçim. Buyurun, siyasi sivil mübarizədir. Yəni bax, mənim sözümün cavabı, siz də insanlarla ünsiyyətdəsiniz, siz insanlar bax problemlərini sizə deyirlər. Çünki siz də bilirsiniz, mən də bilirəm, o nazirlərə, məmurlara əlləri çatmır. Hətta mən sizə bir şey deyim, nazirlər artıq qəbul günlərində mavinin köməkçisini göndərir. Bax, deyirsən ki, qardaşım, sən gəlmirsən də, mən yazılmışdır bu. Vallahi səhv deyirsiniz. Mən indi nasıl nazirə şey eləmək istəmirəm. Nazirlər hamısı. Harda görürsünüz? Uzaqbaşı regionda mərkəzi hakimiyyət orqanları. Gedirlər özləri qəbul edirlər. Baxın, regiona mən sizə bir şey deyim. Mavinin köməkçisidir. Özləri şəxsən qəbul edirlər. Buyurun. Siz dediyiniz nazirlər neçə aydan bir hansısa regiona gedirlər və o 3-4 rayonu əhatə edir. Bəli. 3-4 rayondan ən yaxşı halda 11 nəfər qəbuluna düşür-düşmür. Mən sayı deyənmərəm, 11 də var. Mən bilirəm, mən detallı deyərəm. Mən bir eşitmişim 140 nəfər idi birində, 140 nəfər. Söhbət deyil, 143 dəqiqəyə vuranda nazir o bu qədər orada oturur. Fövqəladə nazirliyin qəbulunu eşitmişdim, düzdür. Mən deyirəm sizə. Mən də deyirəm də. Hə, yəni o məsələdə baxın. Nazir bax Bakıda yazırsan nazirin qəbuluna, adam gəlir. Deyir ki, mən nazir, deyirsən ki, mən nazirin qəbuluna yazılmışam. Deyir, biz qəbul edirik. Deyirsən, yaxşı, mən burada sənə bu problemi deyəcəm. Sən nazirə məruz edə biləcəksən. Deyir, yox. Deyirsən, onda niyə gəlmirsən bura? Yəni baxın, hörmətli, mən bunu niyə əsaslandırıram? Siz millət vəkili olaraq birbaşa ünsiyyətdə, siz yox, bütün millət vəkili aşağı-yuxarı ünsiyyətdədirlər də, məcburdurlar. Yəni hakimiyyətin xalqa ən yaxın olan yeri nisbətən deputatlar. Bəs siz bütün gün o deputat xalqın içində ola, onların dərdini eşidə, o dərdlərdən formalaşmış bir qanun layihəsi verməlisiniz. Əlbəttə, vermişik də. Vermişsiniz, amma mən baxıram sizin sayta, Milli Məclisin saytına. Baxıram ki, qanun layihələrinin böyük əksəriyyəti ya prezident aparatından gəlib, ya aidiyyatı qurumlardan. Sizdə parlamentin öz təşəbbüsünün 10%, 20% arasında yalan demiş, o qədər də yoxdur. Yəni bu məsələdə demək ki, parlamentin yeganə işi, aidiyyatı qurumlardan gələn məsələ təsdiqlədi, taksilər haqqında qanun gəldi, təsdiqlədi, insanlar narazı oldu. Vergilər haqqında qanun gəldi, təsdiqlədi, narazı oldu. İnsanlar narazı, mən bayaq danışdım. Axı sonra düzələcək, deyəcək, sağ ol deyəcəklər. Zamanla insanlar normal taksi sürəni görəcək. Mədəni, cənab, xanım deyən görəcək, düzələcək hamısı. Şiri də sirka aparanda bir ay cırmaq atır filan, axırda onu elektroşokla, qamçını elə əhəlləşdirirlər ki, o boyda şir buradan ora hoppanır, oradan ora. Onda deyir ki, şir razıdır həyatına.